Bu həftə görkəmli kino rejissor və operator, xalq artisti Cavanşir Məmmədovun anadan olmasından 110 il ötür. Bilirsiniz ki, ölkəmizdə dövlət varidatı elan edilmiş filmlərimiz var. Onların arasında 1955-ci ildə lentə alınmış Görüş filmi də yer alır. Bu ne pilavdır? Yağ getir. Pilav pişirmek de bilmirsən. Ekran işi bir sıra kino xadimlərinin bu sahədə debütünə səbəb olub. Məsələn, görkəmli rejissor Tofiq Tağzadə ilk dəfə Görüş filmində müstəqil olaraq quruluşçu rejissor kimi fəaliyyət göstərib. Həmçinin müxtəlif rolları canlandıran Əli Ağayev, Barat Şəkinskaya və Ceyhun Mirzəyev də kinematografiya ilə məhz Görüş sayəsində görüşüblər. İndiyədək sevilərək izlənilən bu ekran əsərində ən mühüm işlərdən birini Cavanşir Məmmədov icra edib. Belə ki, Cavanşir bəy həmin filmin operatoru qismində çalışıb. Cavanşir Məmmədov 1915-ci ildə anadan olub. Fəaliyyətinə təxminən 27 yaşı olarkən başlayıb. Onun ilk lentə aldığı filmlərdən biri 1942-ci ilə təsadüf edib. O 416-cı adlı film hazırlayıb. İkinci Dünya müharibəsi dövründə çəkilməsi və adından da anlaya biləcəyiniz kimi bu ekran işi 416-cı Azərbaycan diviziyasının döyüş hazırlığından bəhs edir. Yeri gəlmişkən həmin filmin rejissoru da elə Cavanşir bəy özü olub. 1951-ci ildə isə Bakıda vacib bir tikintinin açılışı olub. Söhbət indiki Tofiq Bəhramov adına Respublika stadionundan gedir. Həmin il Cavanşir Məmmədov operator həmkarı Xan Babayev, Leonid Karetski və Vladimir Zbutski ilə birgə Respublika stadionu adlı qısa metrajlı sənədli filmi lentə alıb. Cavanşir bəy haqqında oxuyarkən maraqlı bir bənzətmə diqqətimi çəkdi. İstədim sizinlə də bölüşüm. Onun sənətini xalq rəssamı Səttar Bəhluzadənin yaradıcılığı ilə eyniləşdirmişdilər. Deyirlər ki, Səttar bəy öz fırçası ilə təbiətin poeziyasını kətana köçürüb. Xalq artisti Cavanşir Məmmədov isə Azərbaycan təbiətinin gözəlliklərini lentlərdə əks etdirib. Axı görkəmli kino xadimi Qızıl Ağac, Mavi Qızıl, Bakı, Lənkəran, Kür boyunca Şamaxı buludlar altında şəhərdir, Lahıc və Şuşa adlı filmlər yaradıb. 1960-cı ildə Cavanşir Məmmədov Lenin mükafatı ilə təltif edilib. O, Sovet İttifaqının yüksək mükafatına layiq görülən ilk Azərbaycanlı rejissor və operator olub. Xalq artisti haqqında Kinokamera gəzdirən adam adlı kitab nəşr etdirilib. 90